Salam hörmətli izləyici, videoya xoş gəldin. Bu videoda OTK-nın bazar günü keçirdiyi sınaqdan sualın birinin izahına baxacağıq. 10-cu siniflər üçündür. 11-ci siniflər üçün blok sınağı olmadı. Buraxılış imtahanına az qalıb. Hər bir 11-ci sinifə uğurlar arzulayıram. 10-cu siniflərdən sınağa gedənlər varsa nəticənizi rəy bölməsində yaza bilərsiniz. Sınaq necə idi? Sizin üçün çətin gəldimi? Hansı sual tipləri daha çətindir? Hansıları daha çox təkrarlamağa ehtiyacınız var? Bu kimi fikirləri mənlə bölüşsəz xoş olar. İndi isə keçidək suala. Maddi nöqtə çevrə üzrə bərabər sürətlə sadə əqrəbinin hərəkətinin əksi istiqamətində hərəkət edir. Dövrətmə periodunu verib ki, 10 saniyədir. Maddi nöqtə bir nöqtəsindən keçdikdən ən azı neçə saniyə sonra 4 nöqtəsində olar. Periodu əgər 10 saniyədirsə, onda belə çıxır ki, hər balaca hissəni 10 bölünsün 4, 2,5 saniyəyə gedir. 2,5, 2,5, 2,5, burada 2,5. İndi birdən başlayıb sadə əqrəbin hərəkətinin əksi istiqamətində 4-ə gəlib çatması üçün bu hissələri getməlidir. Onda 2,5'i 3'e vuracağım. Bu da eləyəcək 7,5.